Eşən qardaş, Allah razı olsun bu qədər məlumata görə. Təşəkkür edirəm. Bir də qısa olsa şirkin növü, neçə növ var və kiçik şirkdən böyük şirkin bir də qısa olsa da fərqini izah edin. Şirk ümumiyyətlə alimlər şirki iki yerə bölürlər. Şirkul əkbər, yəni böyük şirk. Böyük şirk, bayaq qeyd etdiyimiz kimi Allah'a demək Allahın haqqı olan ibadətlərdən hansısa birini Allahdan başqasına etməkdir. Yəni ibadətlərdən birini Allahdan başqasına sərf etməkdir. Yəni dua, namaz, həmçinin qurban, nəzir və həmçinin bu kimi ibadətləri Allahdan başqasına yönəltməkdir. Bu böyük şirkdir və bu böyük şirk niyə görə böyük şirk adlanır? Çünki bu şirki Allah Taala qiyamət günü bağışlamayacaq. Yəni bayaq qeyd etdiyimiz ayələr məhz böyük şirkə aiddir. Və həmçində bunu edən, yəni Allaha şərik qoşaraq Allahın huzuruna çıxan insanı Allah Taala bağışlamayacaq və o əbədi cəhənnəmə girəcək. İkinci qism isə demək kiçik şirkdir. Və kiçik şirk nədir? Kiçik şirk böyük şirkə aparan vəsilədir, səbəbdir. Yəni dinimizdə, yəni hədislərdə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm onu şirk adlandırır. Lakin kiçik şirkdir. Yəni bu şirk insanı İslamdan çıxartmasa da, yəni dindən çıxartmasa da, lakin bayaq qeyd etdiyimiz kimi ən böyük günahlardan belə böyük sayılır. Yəni kiçik şirk ən böyük günahdan belə böyükdür. Və kiçik şirkə də nədir aid? Allahdan başqasına and içmək. Və belə bir söz deyə bilərlər ki, bəs Allah Taala Quranda bəzi məxluqlara and içib. Məsələn, Allah Taala and içir əsr zamana, and içir gecəyə, and içir günəşə, günəşə. Bunun cavabı budur ki, Allah Taala öz yaratdıqlarından istədiyini and içə bilər. Allah Taala öz yaratdıqlarından istədiyini and içə bilər və Allahın and içdiyi məxluq onun əmətdiyini göstərmək üçün and içir. Məsələn, günəşə və onun işığına, həmçinin zamana. Amma insanlara gəlince bizə isə Allahın qulları isə, necə ki hədisdə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm deyir ki, kim and içmək istəyirsə, qoy Allaha and içsin. Yəni başqa bir hədisdə gəlir ki, kim Allahdan başqasına and içsə, artıq şərik qoşmuşdur. Sonra həmçinin kiçik şirkdən biri də göz muncuğu və yaxud bu kimi şeylər asıb və bunun göz dəymədən və yaxud şərdən qoruduğunu etiqad etmək. Yəni səbəb olduğunu. Çünki göz muncuğudur, belə oxsunlardır, boğazdan atılır, boyundan asırlar. Boyundan asırlar və yaxud qapıya tikan asırlar və yaxud telefon götürün tapın, qızarmırsa. Və yaxud elə keçirdim belə. Aha, bəli. Demək və yaxud qapıya buynuz asırlar və yaxud tikan asırlar, bu kimi şeylər və fikirləşirlər ki, bunlar gözdəymənin qarşısını alır. Yəni, belə deyək, Allahın səbəb etmədiyi, yəni gözdəymədə qorunmaq üçün və s. səbəb etmədiyi bir şeyi səbəb kimi etiqad etmək, səbəb olduğunu etiqad etmək artıq nədir? Demək, kiçik şirkdir.